bir qeybi məsələni istəyirəm ki, necə deyərlər, o haqqında danışmamışdan əvvəl. Bəqərə surəsində buyurulur ki, qəlblərinizdə olanı üzə çıxarsanız da, üzə çıxartmasanız da, Allah sizi ona uyğun haqq hesab çəkəcəkdir. İstəyirsən üzə çıxart qəlbində olanı, istəyirsən üzə çıxartma. İmam Sadiq əleyhissalam bir günkü məclisdə dostları ilə, tələbələri ilə, bilirsiniz ki, imamın 4000-ə qədər tələbəsi olub, yəni Həzrət moizə eləyərdi, onlar dinləyərdi. Elə bir vaxtda Həzrətdən biri qalxır, Yəbnə Rasulillah, mənim sənə bir sualım var. Həzrət buyurur ki, buyur günən. Yəbnə Rasulillah, Qur'anın ayəsi bizlərə bunu xəbər verir. Yəbnə Rasulillah, bilirik ki, zahirdə olan əməllərimizi mələklər görür və hamı görür. Bu məlumdur. Bunları yazır, qeyd edir. Yəbnə Rasulillah, bəs bizim qəlbimizdən keçirdiyimiz niyyətlər ki var, istəklər ki var, bəs bunu necə? Hansı ki, mən eləmirəm onu. Ürəyimdən keçirtmişəm, amma icra eləməmişəm. Onu mələk nə yazacaq ora? Məndən necə qəbul edəcək? İmam buyurur ki, o ayə ki qeyd elədi imam, dedi ki, o ayə ki qeyd olunub, ayə bizlərə başa salır ki, bir bağçanın yanından keçsən, Həzrət buyurur ki, imamın sözü da, deyir, bir bağçanın yanından keçsən, oradan nə iyi gələr? Yəbnə Rasulullah, gül iyi gələr. Həzrət buyurur ki, sizin də ətirli gülləriniz ki var qəlbinizdə ki, o niyyətdəsiz, Allahın xoşu gələn, əzəmətli bir fikirdəsiz, o iyi ki gələr, mələklər sizdən o iyi qəbul eləyərlər. Və mələklər sizdən o gül iyini ki, bağın ətrafından keçəndə hiss eləyərsən, hiss eləyər və sənə qəlbindəki keçirdiyin o niyyətlə əməlləri yazar ki, sən hələm onu heç eləməmsən. Odur ki, qəlbimizdə dilə gətirək ki, ilahi, bu eşq Fatimə ki, mənim qəlbimdə var, sənə an verirəm o Fatimənin haqqına. İlahi, mən dünyadan köçən zaman xanım Fatimə ki, Əhl-i Beyt ki gələr, Əhl-i Beytlə bahəm xanım Fatimə Zəhra əleyhissalam əvvəla rəhmət olaraq mənim başımın üstünə gəlsin. İkincisi, ilahi, Fatimənin düşmənlərindən qisas almağı mənə qismət eləginən. Bu iki, ilahi, Fatimənin evladı ki, bu günlərim sənin yer üzərində hüccətindir, onun hakimiyyətinə qulluq eləməyi bizlərə nəsib eləginən. Və ilahi, qiyamətin günündə məni Fatimə Zəhranın yanında olan onun aşiqlərindən qərar verginən. Və ilahi, xanım Məryəm ki səndən istədi, o şeylər ki, xanım Məryəmə o əzəməti ki vermisən, xanım Fatimə Zəhra əleyhissalamın kənizləri ki bizim balalarımızdır, qızlarımızdır, xanımlarımızdır, onları xanım Fatimə Zəhra əleyhissalamın yolunda sabit qədəm eləginən. Və o şey ki Fironun xanımı səndən istədi, ilahi. Dedi ki, Pərverdigar-i aləm, öz yanında mənə ev tikkinən, amma biz səndən istəyirik, sənə an veririk bu məclisin hörmətinə, xatirinə. Səndən istədiyimiz budur ki, bizi, əzizlərimizi və o cümlədən xanım Fatimə Zəhra əleyhissalamın şiələrini, hansı ki ona aşiqdilər və onun yolun gedərlər, axirət aləmində xanım Fatimə Zəhra əleyhissalamın mənzilinin yanında bizləri də ona qonşu qərar verginən.